Bir sual verim. Əgər bugün ananla son günün olsaydı, ona deyə bilmədiyin hansı sözə peşman olardın? Biz böyüdükcə həyatın dalınca qaçırıq. İş, pul və elə bilirik ki, anamız bizim həmişə yanımızda olacaq. Əvvəlcə qocalan saçları deyil, gözləridir. Hər telefon səsində ürəyi yerindən oynayır, hər qapı səsində bəlkə gəldi. Sən bəzən bir zəngi unudursan, amma o hər gün səndən gələcək bir xəbərlə yaşayır. Heç kim sənin ağrını onun qədər öz canında hiss etmə. O, sən güləndə dünyanı qazanmış kimi olur, sən ağlayanda isə ürəyi səscə parçalanır. Ana heç vaxt sevgisinin qarşılığını istəmir. O sadəcə sənin yaxşı olmağını istəyir. Bir gün hamımız uşaqlığımızı axtaracağıq. Amma o uşaqlığın ən gözəl yeri olan anamız həmişə yanımızda olmayacaq. Ananı qucaqlaya bilirsənsə, sən hələ də dünyanın ən varlı insanlarından birisən. Qadamı almışsan ana, qoy indi qadanı